Yaşlı insanın ağız boşluğunda yalnız öz növü ilə qonşu olan dişləri seçək. Yaşlı insan deyir, ağız boşluğunda öz növü ilə qonşu olan dişləri deyir seçin. Bizdə alt və üst sənəni verib qeyd edibdi, üst sənə və alt sənə. Burada öz növü ilə qonşu olan dişlərimiz hansılardır? Biz bilirik ki, yalnız özü ilə qonşu olan dişlər deyirsə, biz bunu belə seçməliyik. Baxın, x-lər qoyuram kənarına. 17-ci, 18-ci diş, yəni ağıl dişlərimiz başqa dişindən qonşu deyil. Yalnız öz növü ilə qonşudur. Görürsüz, bax, üst sənə və alt sənədə göstərdik. Bir də hansı dişlərdir? Bir də kəssi dişlərimiz vardı. Baxın, bunlar köpək dişləridir. Bax, 27-ci, 22-ci dişlər köpək dişlərimizdir. Bilirsiniz ki, bu üçü böyük azı dişidir, bu ikisi kiçik azı dişidir, bu köpək dişidir və digərləri də bunlar da kiçik azı dişlərdir. Baxın, kiçik azı dişlər 4 dənədir. Adların kənarda yazıram. Deməli, burada böyük azı dişləri qısaca yazıram. Burada kiçik azı dişləri, kiçik azı dişləri. Bu köpək dişdir, bu töv yazıram. Köpək dişidir bu da. Bu da kiçik azı dişlərdir. Bu da kəssi dişlərdir, bağışlayın. Kəsici. Kəsici dişlərdən də ortada yerləşənlər yalnız öz növü ilə qonşudur. Məsələn, köpəyin qonşusuna baxsaq, buradan qonşusu kiçik azıdır, buradan qonşusu kəsici dişdir, olmaz. Məsələn, böyük azı dişin burada baxın, birincisi kiçik azı dişidir, 30-cu yazdığımız. O birisi də öz növüdür. Ona görə yalnız özü ilə qonşu olanlar ortadaşlar olacaqdır. Baxın, burada da eyni qaydada. Cəmi neçə dənə diş olacaqdır? Cəmi 12 dənə diş olacaqdır. Deməli, 12-nin 6-sı üst sənədədir, 6-sı da alt sənədə olacaqdır. Və düzgün cavabımız burada rəqəmlərlə işarələndiyi üçün 1, 2, 8, 9, 15, 16. 1, 2, 8, 9, 15, 16 ilə başlayan burada cavab vardır. Və 17, 18 düzdür. Sonra gəlir 24, 25 düzdür. 31, 32 düzdür. Düzgün cavabımız baxın burada verilibdir.